Sen bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azərbaycan. Bugün Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən biri, böyük ictimai siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin ölümündən 70 il keçir. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunun mükəmməl təhsil alması üçün əlindən gələni edib, onun intellektual inkişafına dəstək olub. Rus müsəlman məktəbini bitirdikdən sonra Bakı Texniki Məktəbində təhsilini davam etdirib və bu dövrdə bir çox milli məsələləri öyrənib, nəzəriyyələrlə tanış olub. Lakin təhsilini yarımçıq qoyub və siyasi fəaliyyətə atılmağa qərar verib. 17 yaşında Azərbaycanın ilk siyasi təşkilatlarından biri olan Müsəlman Gənclik Təşkilatını qurub. Bu təşkilat zamanın çətin siyasi şəraitində müstəmləkə əsarətinə qarşı mübarizənin öncüsü olub. ...1906-cı ildən etibarən Müsəlman Demokrat Müsavat Cəmiyyəti adı altında fəaliyyət göstərən bu təşkilat Azərbaycanlıların milli azadlıq mübarizəsinin əsasını qoyub. ...1908-ci ilin sonunda Çar hökumətinin təzyiqləri səbəbindən Bakını tərk edərək İrana yola düşüb. Burada İran Nou və İrani Ahad qəzetlərinin baş redaktoru olub. ...1911-ci ildə İstanbulda həmyerliləri Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevlə birgə Türk mütəfəkkirləri ilə yaxından işləyərək Türk Yurdu jurnalında yazılar yazıb. ...1918-ci ilin mayın 27-sində Azərbaycan Seymi Azərbaycanın idarə olunmasını öz üzərinə götürərək Azərbaycan Müvəqqəti Milli Şurasını elan edib. Məhəmməd Əmin Rəsulzadə Müsavat Partiyasının namizədi olaraq Milli Şuranın sədri seçilib. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cumhuriyyəti yaradılıb. Bu, müsəlman şərqində ilk Türk Cumhuriyyəti olmaqla yanaşı, qadınlara seçmə və seçilmə hüququ verən, millət, məzhəb, sinif və cins fərqi gözdən keçirmədən, bütün vətəndaşlarına siyasi hüquq tanıyan ilk cumhuriyyətdir. Azərbaycan Xalq Cumhuriyyəti dövrü çətin şəraitə baxmayaraq, ordu quruculuğu, Bakı Dövlət Universitetinin yaradılması və iqtisadi islahatların aparılması ilə yadda qalıb. Lakin 1920-ci ilin 28 aprelində Qızıl Ordu Azərbaycan Xalq Cumhuriyyətini işğal edib. Aprel işğalından sonra Məhəmməd Əmin Rəsulzadə 1920-ci il avqustun 17-sində həbs edilib. Lakin Stalinin göstərişi ilə azad edilərək Moskvaya göndərilib. Sonradan Sankt-Peterburq və Finlandiya vasitəsilə Türkiyəyə mühacirət edib. Mühacirət dövründə də Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəsini davam etdirib, xalqının gələcəyini düşünərək müxtəlif yazılar yazıb. Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-sında gecə saat 11-ə 10 dəqiqə qalmış 3 dəfə Azərbaycan deyərək əbədiyyata qovuşub. Onun həyatı və mübarizəsi, Azərbaycanın müstəqillik və azadlıq yolunda atdığı hər bir addım xalqımızın tarixində silinməz bir iz qoyub.